Madde miqdarı mol Avogadro. Testlər də vermişdik, hə? Bəli. Hı -hı. Kameranın biraz sual cavab eləyək. Görək nəsə bilirik-mi? Sən mənə elə gəlir, biraz məlumatlısan bu dərslərdə. Hı -hı. Bəli. Süleyman, kimyada maddə miqdarı nədir? Dəqiqən. Tamam. Fizikada, məsələn, çəkini ölçən kəmiyyət nədir fizikada? Kiloqram elə. Bəs Bəli. kimyada? Kimyada isə maddə Yaxşı, mövzumuzun adı mol nədir? Ay, sağ ol, mol. Mol, bəli. Kimyada maddə miqdarı moldur. Avogadro ədədi nəyə bərabərdir? 6,2 olsun 10^23'dür. Karbonun 12 qramındakı istədiklərinin sayına bərabərdir. Ay, sağ ol, tamamilə doğrudur. Süleyman, səncə 3H2O-da, 3 mol H2O-da nə qədər atom var? 3 mol H2O-da. 3 olsun. Aha. 3 olsun 6,2 10^23. Gəl belə eləyək. Bir dənə lövhə açım sənin üçün burada. Burada qeyd eləyək. Gözdə açılsın lövhəmiz. Qaydasını yazmamışdıq ki, elə hardan baxmısan dərsə Süleyman? Qayda kitabı var idi, oradan oxumuşam. Qaydadan vacib məqamları qeyd edək. Sən dəftərini gətir, mən də Aytənə zəng edeyim, görüm niyə boş olmadı. Gəldin Süleyman? Bəli. Aha. Bax, 3 dənə H2O-da yazdığım görsənirmi, gör? Bəli. Aha, 3 dənə H2O-da cəmi neçə atom var? Bunu fikirləş. Cəmi neçə atom var? Fikrin varmı? Mənim H2 və oksigen üçün ayrı-ayrı hesablayacaq. Bax, atom deyəndə ümumiyyətlə bunun içərisində nə qədər atom görürsən? Atom deyəndə indeksləri toplayırdıq deyəsən. Sağ indeksləri toplayırıq. Yəni 3 dənədir. Amma o 3 dənə bir dənə H2O-dadır da, elə bir H2O-da 3 dənədir. Bəli. Bəs içində nə qədərdir? 9. 9. İndi biz buna nə deyəcəyik? 9 mol atom var. Yaxşı, 9 mol atom var. Elə Süleyman? Evet. Bəs 9 molun yerinə mən 9 Na atom var yazsam, cavab düz çıxar yoxsa yox? Məsələn, variantlarda bu olmasa, bu olsa, bunu da götürə bilərsən. Hətta Süleyman, 9 vurulsun, 6,2 vurulsun, 10^23 də cavablarda olsa götürə bilərsən. Yəni ki, Süleyman, mol demək bərabərdir Na-ya. Na da bərabərdir 6,2 vurulsun, 10^23. Yaxşı? Bəli. Aydındır. Onda mən sənə bir dənə sual verim. Yazdığım yəqin ki, görsənir səndə. Bəli. Sulfat turşusunun formulu nədir? Məndə Sulfat turşusunun formulu. H2SO4. Bəli, H2SO4-də məsələn 2 mol H2SO4-də neçə oksigen atomu var? Neçə oksigen atomu var? 8 Na. Bəli, 8 Na, 8 mol və yaxud da 8 vurulsun, 6,2 vurulsun, 10^23. Yaxşı? Bəli. Bu əsas məqamlardan biri idi.
Sonra orada var, sənə bunu deməliyəm mən. H2 onun kütləsi. H2 onun kütləsi 1 molun kütləsi neçə qram idi Süleyman? 18. Aha. Misallarda olsa ki 3 mol H2 onun kütləsi neçə qramdır? 3 18'e vuracaq. Bəli, 3 18-ə vuracaqsan. Bəs desəm ki 54 qram su. 54 qram su neçə moldur? 3 3 necə tapdın? 18'e böldüm. 18-ə böldüm, bəli. Yəni burada düzdür, dərsliklərdə sən hansı kitabdan oxumusan qaydanı? Ben bir dakika. Ya, adını bilirsən kitabın? İyi tapsam yerim. Nəyə görə Hemen deyirəm? üstüne Ehtiyac yoxdur tapmağına. Sadəcə 3-4 olaraq tane adı yazdım. hə? Kitabın üstünde 3-4 tane adı var. Qoy bir dənə Bilmirəm baxım. hansı. Yanındadır kitabın. Bəli. Baxım bir dənə zəhmət olmasa. A, çox gözəl. O kitabdan məndə də var. Fərid müəllimin kitabıdır. Fərid Talıbovun. Bax, çox qəşəng Süleyman. Oradan oxumağa davam elə. Orada müəyyən düsturlar var. Hansı ki, bayaq sənə sual verdim. Süleyman, 54 qram su neçə qramdır? Bax, o düsturları bir-birinə əlaqələndirib. Amma biz məsələ işləyəndə çalışacağıq ki, düstura çox qaçmayaq. Çünki fizika onda sən 4-cü qrupsan, gərək fizikadan da düstur əzbərləyəsən, kimyadan da düstur əzbərləyəsən. Ən yaxşısı tənasib yoludur. Keçən dəfə də fikir verdim, sənin tənasibin çox yaxşı idi. Başqa bir sual verirəm sənə. 32 qram metan qazı. Möhtəzədə sən bilmirəm, bilirsən yoxsa yox metan qazının formulunu? Hayır. CH4-dür. Təbii qazın əsas tərkib hissəsidir metan. Deyirəm 32 qram metan qazı neçə moldur? Neçə moldur? Necə həll eləyərik? Metan özü Neçə qram olar? 16'dır. 16. 16 mol. 16 qram 1 molsa Aysa. 32 qısmı 32-də x 3 dəfə çoxdur. Olacaq ki, elə. Bəli ki. Aha. Bir də var idi dərsliyimizdə həcm. Bax, molyar həcm nədir? Səncə, bax, sənə belə bir sual verim də. Məsələn, bir dənə bərk maddə deyək, fosfor, P4. Səncə, bax, bunun həcmi olar? P4-ün həcmi olar? Xeyr. Çünki bərk maddədir, elə. Həcm nələrə aid olacaq? Sadəcə qazlarımıza aid olacaq. Və Süleyman, qazların 1 molunun həcmi neçə litrə bərabər olur? 22.4. Bəli, 22,4 litrə bərabər olur. Sənə sual verilsə ki, Süleyman, 44,8 litr normal şəraitdə həcm tutan hidrogen qazı neçə moldur? Nə deyəcəksən? 2. 2. Çünki 22,4-dən 1 moldursa, 44,8-dən də x mol yazaraq tənasibi həll edəcəksən. Bizim çox vaxt qabağımıza rəqəmlər çıxacaq. Bax, indi sənlə o rəqəmləri özümüz açaq. Test işləndə, yəni vaxtımız getməsin deyə. Məsələn, sən mənə dedin ki, Süleyman, 22,4 1 moldur. 1 mol. Bunun yarısı neçə eləyəcək? Yəni 0,5 molu. 11,2 elə. Bəs 0,5-in də yarısı? 5,6. Əla, 5,6. Yəni bundan o yana o tərəfə düşmür aşağılardan. Yuxarılarda var. Məsələn, 1,5 molu var. 1,5 molu nə qədər eləyər? 1, 22,4-ü bir də yarısı neçə eləyir bunların üzərinə? Bəli, 33,6. İkisi 44,8-dir. 3-ü 67,2-dir. Yaxşı, baş rəqəmlərini yada saxlaya bilərsən. 67,2 olacaq 3 mol, 89,6 4 mol, 112 5 mol, bir də 224 çox düşür. Bu da olacaq 10 mol. Yaxşı, bunlara tapanmasan belə tənasibini həll edə bilərsən. Bir də bayaq Avogadro ədədi dedin. 6 tam neçə idi?
Süleyman? 6 tam %2, 2 olsun. 10 üstü 20. Ay sağ ol. Bax, bunun da misilləri düşür. Parası nə qədər edəcək? 0,5 mi olur? 3 tam %1 vur 10 üstü 20. Aha. Onun da yarısı 1 tam 505. 5 Hə, olsun 10 üstü 10 20. 20. Bu qədəri düşür. Bir də bunun 1,5-ə düşür. O da 9 tam %3 eləyəcək. Elə bil bunların cəmində 1,5 elə bir də yarısı. 9 tam 10-da 3 vur 10 üstü 20. İkisini neçə eləyəcək Süleyman? 12 onda 4 Bəli, 12 %4 vur 10 üstü 20. Eləmi? Bu da olacaq 2 mol. Evet. İndi sənə sual Süleyman. Bəzən testlərdə nə görəcəksən Süleyman? 12 %4 vur 10 üstü 23-ün yerinə görəcəksən 1 tam 204 vur 10 üstü 24. Bax, belə hallarda çaşdırmayacaqsan. Cavab, məsələn, alırsan bunu, amma variantda yoxdursa, variantda bu varsa, sən riyaziyyatdan bilirsən ki, vergülü bu tərəfə sürüşdürəndə üst bir vahid artır, elə deyilmi? Bəli. Buralar aydındır? Bəli. Sonra orada dərsimizdə var idi. Yazdığım görsənir yoxsa yox? Görünür müəllim. Göy rənglə yazmışdım 1 tam 204. Aha. Sonra dərslikdə nə öyrənmişdik? Nələr var idi həmin mövzunun içərisində? Nədən danışa bilərsən? Orada nisbi sıxlıqdan Bəli, sıxlıq dərsi var idi. Sıxlıq dərsi. Bəli. Sıxlıq ümumiyyətlə fizikadan əlaqəli bir hissədir də bu ki, sıxlıq rho hərfi ilə işarə olunur. Rho bərabər olur nəyə? M bölünsün V-yə. Bu adi sıxlıqdır. Söhbət adi sıxlıqdan gedir hələ ki. Bu dərslikdə yazılmışdı müəllimin kitabında. Mən Xeyr. yadımda deyil. Aha. Bax, amma bilməliyik ki, bəzi qeydləri istəyirsən dəftərinə yaza bilərsən. Gözləyərəm yaz müəyyən hissələr, bilmədiyin yerlərini yaz qeyd elə. Rho bərabər Sizdə isə yazıram. yazırsan, hə. Həm də dərsi qeyd elədi. Maytən deyəsən dərsdə yoxdur deyə. Ona görə atacağım qrupa təzədən baxarsan ötürdüyün yerləri. Burada bax, rho ilə M necə asılıdır Süleyman? Rho ilə M səncə necə asılıdır? Düz asılıdır. Düz asılıdır. Qrafiki çəkəsi olsaq, rho-nun məsələn M-dən asılılığını çəkirəm. Necə asılı olacaq? Düz asılı elə. V-dən asılılığı tərs asılı. Tərs asılı. Aha. Ancaq bu qazlar üçün keçərlidir. Qazlarda belə olur, qazlarda. Maye və bərklərdə isə belə deyil. Aydındır? Maye və bərklərdə belə deyil. Qazlarda isə necə asılıdır? Düz asılıdır. Yaxşı yadından çıxmaz ki. Bax, bura belə bir qeyd yazaq. Rho-nun M-dən asılılığı və yaxud da V-dən asılılığı asıl deyil o halda ki, bərklərdə və mayelərdə. Amma qazlarda necə asılıdır? Düz asılıdır. Bunu qeyd elə. Mən bir dəfə də Aykərə vızıvatım. Əsas yerə testlərə başlamamışdan qabaq görüm gəlirmi? Qeyd elədin Süleyman? Bəli. İndi səninlə baxaq nisbi sıxlığa. Nisbi sıxlıq testlərimizdə çox qabağımıza çıxacaq. Nə hərfi ilə işarə edilir? D. D hərfi ilə işarə edilir. D bərabər olur nəyə? M1 bölünsün M2-yə, eləmi? Sənə sual verirəm Süleyman. Oksigenə görə, dəftərinə yaz sualı. Oksigenə görə nisbi sıxlığı 4 olan qazın nisbi molekul kütləsini tap. Nisbi molekul kütləsini tap. Sualı dəftərinə yaz, cavab tap.
Yazdım mən. Aha, neçə olar? 128. 128. Çünki həmin qazın kütləsini bilmirəm. Oksigen kütləsi 32-dir. Cavab da 4-dür. Bəli, vuranda 128 eləyir. Tamamilə doğrudur. Səncə belə bir sual verirəm sənə, Süleyman. Oksigen qazının sıxlığı daha çox olar, yoxsa azot qazının sıxlığı daha çox olar normal şəraitdə? Oksigen. Səbəbini izah edə bilərsən? Mən çünki hamısının 1 mol 23.4 deyil. Aha. Oksigendə 32-ni 23.4-ə bölürük. Aha. Azotda isə 28-i 23.4-ə bölürük. Bəli. Və bu zaman Təxmin sıxlıqda oksigen də böyük olacaq. yəni deyə bilərik ki, qazlarda rho m-dən düz asılı olduğuna görə kütləsi böyük olanın sıxlığı da avtomatik olaraq böyük olur, hə? Bəli. Bir də var idi, sənə belə bir məsələ verim. M-ortanın düsturları var. Orta molyar kütlə düsturu. Düsturun 3-4 dənə düstur var. Birini deyə bilərsən, Süleyman? Məsələn, mollarla olan düstur necə idi? Məsələn, moldan nü-m Bax, çox asan səsində. Nö1M1, nü2M2, nü2M2 bölünsün nü1 plus nü2. Bitdi, getdi. Bax, məsələn, deyirəm 5 mol oksigen və 3 mol azotdan ibarət qaz qarışığının orta molyar kütləsini tap. Tapa bilərsən? Bəli. Təqribi cavabınızda da yuvarlaq bir cavab denə. Bir həll yoluna denə, zəhmət olmasa. Mən 5 mol oksigen 5 vurulsun 32, üstə gəlsin 28 vurulsun 3, bölünsün 5 plus 3. Ay, sağ ol. Tamamilə doğrudur. Bu hissədə də problemimiz yoxdur. Sonra keçən dəfə sizlə biz ənsallaşdırma dərsini keçmişdik də, hə, Süleyman? Ənsallaşmaya baxmışdıq. Məsələn, yazıram azot, üzərinə gəlsin 3H2, alınır 2NH3. Burada, bax, burada mən belə böyüdəndə səndə böyüdü, yoxsa yox yazılar? Mən özüm böyüdüb kiçildə bilirəm. Aha, yəni görürsən də N2-lə H2-nin reaksiyasını. Bəli. Aha. Bax, bu reaksiyada səncə həcmi nisbətlər qanununa əsasən bu qazlar hansı nisbətdə reaksiyaya daxil olub? Qazların, yəni həcm nisbəti neçədir, Süleyman, bax bu reaksiyada? 1-in 3-ə. 1-in 3-ə aid sağ ol. Çünki əmsallar qədər 22/4 olur da. Bax, 1 deyən 1 dənə 22/4-dür. 3-dür deyən 3 dənə 22/4-dür. Nisbətlə deyəndə 22/4-lər gedir, qalır yenə 1-in 3-ə. Əmsallar hansı formadadırsa, qazların həcm nisbəti də o formasındadır. Yaxşı? Bəli. Aha. Sonra var idi orada başqa nə? Demək olar başqa heç bir şey yox idi da. Əsas praktik çıxım falan oxumusan orada? Praktik çıxım. Xeyr. Tamam. Bunların qalan hissələrini tez-tezliklə öyrədəcəm. Belə desəm başın qarışacaq. Ona görə testə baxaq. Bir də burada elə bu məsələnin üzərində sənə bir söz soruşum. Bax, bir N2-nin molekulu nə qədər olacaq? 6,2 olsun 10^23, elə? Litri nə qədər olacaq? 22,4 litr. Burada 3H2-dir. Molekul sayı nə qədər olacaq? 3 vurulsun 6,2, hə, Süleyman? Vur 10^20. Bəli. Həcmdə 3 vur 22/4 olacaq.
Qramları da keçən dəfə işləmişdik. Qramlar olanda nə edirdik? Məsələn, 1-dir deyən bunun kütləsi nə qədər olacaq? 28 qram. 3-dür də 3 vurulsun 2 qram. Elə deyilmi? Bəli, Buraları keçən dəfə baxmışdıq, hə? Bunları biləndən bəli. sonra məsələni rahat işləyə biləcək. İndi isə açıram məsələləri. Bir dəqiqə. Məsələlərimizə baxaq. Testlər vermişdim də, səhv etmirəmsə sənə. Bəli. Açıq görək. Demin birinci hissəsini. Aha, səhifə neçə idi? Maddə miqdarı. Səhifə 22. 22. Peki. Getdik. Yoxlamısan testləri yoxsa yox Süleyman? Xeyr. Gəl əvvəlcə testləri yoxlayaq, sonra səhvlərimizin üzərinə baxaq. Vaxtımız qalsa, çünki sıra yeni dərsdə keçərik. Qoyacaq, testlərimizi yoxlayaq. İşləyə bilmədiklərim çoxdur. Mənim xeyr, elə də çox deyil. Amma ötürmədən suallarını soruş, yaxşımı? Çünki mən bölmələrin sonunda, bu 4 bölmənin sonunda sizi imtahan edəcəm. Bəyənməsəm, növbəti ay dərsə qoşmayacağam. Yəni, sualların hamısı bu keçdiklərimizdən əlavə olmayacaq. Test toplusundakı suallardan olacaq. Mütləq götürmədiyim sual qalmasın, yaxşı? Yoxla, Süleyman. Bəli. Yoxlaya bilirsən, Süleyman? Mən bəli, yoxladım. Aha, o bir hissələrdə. Mən bəli. Sizə bu hissədə vermişdimmi qazların sıxlığından? Süleyman, qazların sıxlığından vermişdim testlər. Mən bəli. Aha, onları da yoxladın, elə deyilmi? Səhifə 25-dəki dərsdə. Hə, bəli. Bəs yaxşı. Bir səhifəyə baxaq. Kimyəvi formullar, kimyəvi tərkiblərdən də vermişdim. Elə bil vermişdim, elə yadıma gəlir.
Ben xeyr demişdiniz test çox olmasın. Eləmi? Tamam. Qaydaq, baxaq görək vəziyyət necədir. Aha, getdik. Bir görək Süleyman səhvlərimizdən. 4, 5. 4, 5. Oxu 4-cü sualı. Eyni şəraitdə mən propan da etilenin formullarını bilmirdim deyə yaza bilmədim. Aha. Bunları bax propan da, astilen də indi biz deyirəm L-nın 15-dən sonra 10-cu sinifə başlayacaq da. 10-cu sinif proqramında öyrənəcəksiniz. Amma bu sualda ona ehtiyac yoxdur. Nəyə görə Süleyman? Propan da qazdır. Qabaqçı hissələrdə öyrənəcəksən. Astilen də qazdır və qazların molekullarının nisbətini soruşanda Süleyman, həcmlərinin nisbətini müqayisə eləsən kifayətdir. 6 litr 3 litrdən neçə dəfə böyükdür? 2. 2. Demək molekulların sayı da 2 dəfə çoxdur. Çünki bax dərs müddətində fikrimdən çıxıb sual vermədim sənə. Avogadronun qanunu var. Avogadro nə deyib? Amedio Avogadro. Deyib ki, Süleyman, müxtəlif qazların, bax bu sualdakı kimi qazlar müxtəlifdir. Propan verib, astilen verib. Müxtəlif qazların həcmləri bir-birindən nə qədər fərqlənirsə, molekullar da o qədər fərqlənir. Molları da o qədər fərqlənir. Yəni 6 3-dən 2 dəfə fərqləndiyinə görə Süleyman. Deməli bunların molları da bir-birindən 2 dəfə çoxdur. Molekulları da 2 dəfə çoxdur. Aydın oldu? Bəli. 5-ə özün denə. Mən əgər maddənin birinin həcmi digərində nə qədər çoxdursa, Aha. onların Molekulların sayı da o qədər çoxdur. moleküllərin sayı o qədər çoxdur. Mollarının sayı. Mol sayı çoxdur. Dəftərinə qayda yaz. Dəftərinə yaz Avogadro qanunu Süleyman. Dəftərinə yaz Avogadro qanunu və qanunu belə bir düsturla başla. V2 böl V1 bərabərdir. N2 böl N1 o da bərabərdir N2 böl N1. Bu o deməkdir ki, V'lər burada həcmdir. Həcmlərin nisbəti N'lər moldur. N'lər isə molekulun sayıdır. Yaxşı, bu Avogadro qanunun düstur formasıdır. Yazdım mən. Başa düşdükmü? Bəli. Sonra Süleyman. Sonra 5-də də elə olacaq. Cavabınız neçə olacaq? Burada 2 olacaq. Faiz sal 2. Aha. Sonra 11. 6'nı 7'ni falan düz yazıbsan hamısını. Bəli. Oxu 11-ci sualı. 15,8 qram natrium 2 S2O4-də olan kükürt atomlarının sayını göstərin. Bax, Mən 32-dir. Mən yazmışam 158 64. 15,8 x 6,4. amma sən tapdığın kütlə olar, bizə atom sayı istəyir. Sən tapdığın kütlədir. Gedişat düzdür. Nə baxımdan? Bax 158-ə tənasib 158 olacaq, altda da 15,8 olacaq. Amma sən qabaqlarında kütlə yazıbsan Süleyman. Səndən kütlə istəmir, atom sayını istəyir. 158 qram olanda neçə dənə atom görürsən içində? 2 Bəli, olsun altdan bizə bəli, kükürt atomların sayı 2 Na-dır. 2 Na, yəni altdan bizdə 2-də. Bəs 15,8 olanda nə qədər olacaq? Gəl N-nı silək, cavablar 600-dəki nədir? Biz də 600-dəkiyə vuraq. 600-dəki vurulsun 10 üstü 23. Eləmi? 15,8-də də x yazıram. X buradan nəyə bərabər olacaq? Tənasibi necə həll eləyərik? Denən? Bir dəqiqə.
Bax, sənə asan yol öyrədirəm. Kimyada tənasübü necə həll eləyəsən, Süleyman? X-in düz çarpazında duranı aşağı yazırsan. 158 düşür aşağı. Digərlərini bir-birinə vurursan. 15 onda 8-ə vurursan. 2 vurulsun. 6 yüzdə 2 vurulsun. 10 üstü 23. 15 onda 8-in 158 ixtisar edəndə aşağıda qalarmı 10? Şurada 10. Aha. Bu 10'un Gitti. biri ilə yuxarıdakı 10'un birini 13 aparsan. tam, %4 vurulsun 10 üstü 22 qalır. Aha, isə qoy yazım mən də 12 tam E, %4 vurulsun 10 üstü 22. Aha. Yəni vergül bir dənə qabağa atanda Aha. olur 1000-də 204 vurulsun 10 üstü 23. Bəli, 10 üstü 23. Tamamilə doğru. Afərin sənə. Yaz bunu A Süleyman. variantı. Bəli. Yaz həll yolunu. Sonra bir sualını deyirsən. Yazdım mən. Hı hı. Sonra Süleyman. Sonra hansı sual idi? 20. 20. Bəli. Süleyman, bax, çəkinmədən səhvin varsa denən. Yaxşı. 11-dən 20-yə qədər səhvin Bəli. yoxdur. Görməm. Yazamadığın da yoxdur. Xeyr. Tamam. 20-yə 20. baxanda. 1 tam 1000-də 505 vurulsun 10 üstü 25 sayda xlor molekulu neçə moldur? Hı -hı. Bax, Süleyman. Xlor molekulu neçə moldur? Xlor necə yazılır? Cıllı Xlor yazar. cılı Aha, cıllı ki, elə. bəli. Eləmi? Bax, bunun 1 molunda neçə molekul olur? 6 tam %2 vur 10 üstü 23 sayda molekul olurmu? Bəli. 10 üstü 23 sayda molekul olur. Sənə nə qədər molekul verib? Deyir, bu qədər sayda molekul. Nə qədər? 1000-də 505 vurulsun 10 üstü 25-ə də x. Bəli. Mən 1 tam 505-in yerinə nə yazaq ki, böləndə rahat olsun bizə? 150 tam 150.5 yazıb 10 üstü 20 yaza bilirəm, yoxsa yox? Bir riyaziyyatdan bax görək səhvə yol vermədim. Xeyr. Düzdür. Dəqiq. Vergülü mən o tərəfə çəkəndə sağa çəkəm. Düzdür. Bəli, 10 üstü 20. Çünki 2 dənə qabağa çəkmişəm. Elə. Buna da x small yazıram, Süleyman. X small yazıram. Sonra nə edirəm? X-i tapanda nə edəcəm? X tapında X-in düz 150 çarpazında onda olanı bölürük də. Çarpazında olan hansıdır? Düz qabaq-qabağa durdu, çarpaza durduqları. 600-dəkidir də elə. X-in düz çarpazında duran 600-dəkidir. Onu məxrəcə yazıram. Yuxarıda yazıram 150.5 vur 10 üstü 20. Sonra nə edirik Süleyman? 10 üstü 23-lər ixtisar gedir. Bəli, 10 üstü 20 ixtisar edir. 150 bölünsün 5-lə. Altdan %2 də ixtisar gedir. O da neçə eləyəcək? 20 25 25. Ay sağ ol, 25. Bəli, olacaq. Hansı variant? B variantı. D variantı. Hı -hı. Bu da belə. Sonra hansı sual? Yazırsan yoxsa silinmi? Mən yazdım. Aha. Başqa? 26. 26. 22, 23-də problemin olmadı. 22 necə həll edərsən?
Mən nə dediniz, eşitmədim. 22-ni necə həll eləmisən Süleyman? Hə, 22-də mənim həcmləri mənim hamısında molları bərabərdirsə, həcmləri də bərabər Ay sağ ol. olmalıdır. Yox, qurtardı. Ona Tamamilə doğru. Sən neçə demişdin Nəmirə? 26. Ha, oxu 26-nı. Normal şəraitdə eyni sayda molekülləri olan X2, Y4 və X3, Y8 qazları üçün nə fərqlidir? Sənə bir sual verim də. Eyni sayda molekul olursa onların nələri eyni olmalı idi? Mənim eyni sayda molekül olursa, Avogadro nə deyirdi? atom sayı Atom yox, bax bayaq yazdıq. Avogadroda deyilik molekullar bərabərdirsə, nələri də bərabər olur? moleküllər bəzi həcmləri bir Aha. də mənim enalları. Na elə molekuldur da. Na molekuldur. Həcmləri Bəli. və molları. Hə, bir də mollar bəli. Aha. İndi burada bax molları eyni olmalı idi. Elə, çünki bunların eyni sayda. Bir dənə sualı təzədən oxu. Normal şəraitdə eyni sayda molekul deyir olur. Bəli. Bunlara mol sayları eyni olmalı idi. Biz amma fərqliləri istəyir Süleyman. Atom sayları eyni olar, yoxsa fərqli? Atom sayıları mənim eyni olar. Eyni olan sadəcə həcm və mollar olur. Molekul, həcm, mollar. Atom sayı da fərqli olar. Çünki bax birində 6 dənə atom var. X2, Y4-də. X3, Y8-də 11 dənə atom var. Atom sayları fərqli olur. Kütlələri də fərqli olar. Çünki atomların müxtəlifdir, xarəsində öz kütləsi var. Burada fərqli olan 2 və 3 olacaq. Yaxşı? Bəli. Başa düşdün Süleyman, yoxsa yox? Bildim müəllim. Başqa? 28-də isə 27, 28. 27. Özün bax 27-yə. Sualı istəyirsən indi oxu, tapanmasan. Qapat PDF-i. Mənim Y olacaq. Baxaq görək nə fərqli kütlə. Bəli, həcmləri, molları eyni olmalıdır. Həcm, mol, molekul eyni olur. Yaxşı, olacaq Y variantı. 28-ə də bax Süleyman. 28-də yenə həcm eyni olacaq. Maddə miqdarları da mol deməkdir. 2 deyildi, bir yalnız 3. Yalnız 3, A bəli. variantı. Bəli. Sonra Sonra 29-30 əsərdir. aha, oxu 29-u. Mol sayıları bərabər olan karbon və kükürtdən ibarət qarışığın kütləsi 8,8 qramdır. Bu qarışıqda karbonun kütləsini hesablayın. Bax Süleyman. Biri var orta molyar kütlə söhbəti. Bayaq biz dedik də M orta. Yaxşı oldu. Bəli. Məsələn, bayaq sənə sual verdim. Dedin ki, müəllim, nüvə 1M1 düstur necə idi? M ortanı tapanda. Nüvə 1 M1 üstə gəlinsin. 2 bölünsün, üstünü 2. Bəli, bu M ortaydı. Amma bir də var sadəcə M. Yəni M qarışıq. Qarışığın kütləsini tapanda bölməyə ehtiyac yoxdur. Orta sözü yoxdursa, bölməyinə ehtiyac yoxdur. Eləcə nüvə 1 M1-ə vurasın. Burada nüvə M2-yə vurasın və salam. Yaxşı. İndi sənə qarışıqdan söhbət gedir. Qarışığın kütləsini 8,8 qram verir. Belə deyilmi Süleyman? Qarışığın kütləsini nə qədər verir? 8,8. Buradan bir səhv açaq, buradan yazaq. 8,8 verir. Mənbə. Aha. Belə qalsın yenə bizə dəqiqə.
Aha. Deməli bizə nə deyirdi Süleyman? Qarışığın kütləsi nə qədərdir deyir? 8,8 qram. 8. Aha. Və qarışıqda hansı maddələr var? Karbon və kükürt. Karbon və kükürt var. Karbonun molunu bilmirəm. Amma deyir ki, sənə şərtlə mol sayları bərabərdir. Məsələn, karbonun molunu A götürürəm. Axı düstur belə idi, M bərabər idi. Nü1 M1 üstəgəl nü2 M2 elə. Molunu Bəli. A götürdüm. Karbonun M-i nə qədərdir? 12. 12. A vurulsun 12. Üstə gəlinsin. Digər qaz, yəni digər maddə kükürt. Kükürdün də molunu A götürürəm. Niyə? Süleyman, çünki şərtdə sənə verib ki, mol Bərabər. sayları bərabərdir. Bəli. Kükürdün kütləsi nə qədərdir? 32. Eləmi? Vsyo. 12A, bu da 32A. Cəmi neçə eləyir? 44. Bəli, 44A. 44A 8,8-ə bərabərdirsə, Süleyman. 44 nə 8 44'də 12, 8 onda 8'e kız. necə? Mən 44'də 12 qram karbondur. 8 onda 8'də isə kız. 44-də. Yox, axı biz məsələni tənlik tərəfini həll eləyirik. Sən tənasübə keçdin. Bax, elə bir riyaziyyatdır da. 12 ilə 32-nın cəmi neçədir Süleyman? 44A elə. 44A-ya 8,8-də bərabərim. Əvvəl buradan A-nı tapaq. A-mız neçəyə bərabər olar? 88-i 44-ə bölsən neçə eləyərdi Süleyman? 2, 0 2, bu da olacaq 0,2. A-mız 0,2-dir elə. Bu qarışıqda sənin nəyin kütləsini istəyir? Karbonun kütləsini istəyir də. Karbonun da 12 aydır. Aparıb yerinə qoyuruq. 0,2 vur 12. 0,2-ni də 12-yə vursam, 2 12 24 eləyir. 0 var deyil, 2 onda 4 olar. Yaxşı? Bəli. Başa düşdük? Bəli. İndi o bir 30 sən özün sərbəst işləyəsən. Bir bax görüm. Müəllim yazdım. Aha, indi 33-də görək. Bəli. 30 nömrəli testi işlə, Süleyman. Mən 30 nömrəli test yazdım. Aha, necə aldın? 1 onda 2. Ay sabir, 10-da 2. Cavablarımızda var mı? Var. Aha. Sonra Süleyman. Bu bölmədə başqa yoxdur. Aha, başqa yoxdur. Keçək o biri bölməmizə. De görək. Mən 2. 2. Oxu 2 nömrəli test tapşırığını Süleyman. Normal şəraitdə X2H4 qazının sıxlığı 1,25-ə bərabərdir. X elementinin nisbi atom kütləsini hesablayın. Bax, sıxlığı sənə verib. Nisbi sıxlıq demir, hə? Adi sıxlıqdan gedir söhbət. Sıxlığın düsturu nə idi Süleyman? Rho bərabərdir M bölünsün V. Bəli, rho bərabərdir M bölünsün V. Bax, rho bərabərdir M bölünsün V düsturuna əsasən sənə sıxlığı verib neçədir? 1,25. Elə? Bəli. Və normal şəraitdə V neçəyə bərabər olurdu Süleyman? 22,4. Vsyo, burada nemi tap. Necə taparıq? M bərabərdir 1,25 vurulsun 22,4-ə. Bunu rahat şəkildə necə vurarsan Süleyman? 1,25 22,4-ə vurmaq üçün
22 ona bax 1 tam o deməkdir ki, 22 ona 4-ün əlindədir. Bir də üstə gəlib 0,25. 0,25 Evet, mol 28. neçəydi? 5,6-dır da elə. Bəli, olacaq 28. Yaxşı. Ben, Səhvmi hesabladıq? Hə, düz hesabladıq da səhv hemen etdik. X'i soruşur. Kütləni düzmü hesabladıq? 22 ona 4 üstə gəl 5 onda 6, 27, hə, 28. Bizdən X elementin nisbi atom kütləsini soruşur. Maddəmiz də X2H4 idi. İndi bunun kütləsinin OH 28-ə bərabərdirsə, X-in kütləsi neçə olar Süleyman? Bax, 2X üstə gəlinsin 4 dənə hidrogəndə bərabər 24, ben 2X 24 edir, X da 12. Yaxşı. Yaxşı. Bəli, Sonra 3 də var. aha. Baxaq 3 nömrəni tapşırıq. Oxu 3 nömrəni tapşırıq Süleyman. Normal şəraitdə 3,36 litr helyum və 4,48 litr neon zümrüt qaz qarışığının kütləsi neçə qramdır? Aha. Bax, qaz qarışığının kütləsini tapanda düsturumuz nə idi? Bayaq dedik, M qarışığının kütləsini necə tapırdıq? Süleyman düsturu necə idi? M bərabər idi, orta demirə aidi qaz qarışığı deyir. Nö1 M1 üstə gəl nö2 MC elə. Bəli, 3,36 litr səncə neçə moldur Süleyman? Bax, 33,6-nı görmüşük. 33,6 litr neçə mol olur? 1,5 idi, bu da 0,15. Aysa 0,15. Bu olur 0,15 mol. Vurulsun. M1 helyumun M nə qədərdir? Helyum 4. 4. Üstə gəlinsin. İndi nö2-yə baxaq. 4,48 litr neçə moldur? 44,8 2 moldur. Bu da 0,2 olur elə. Bəli, 0,2 vurulsun. M2-yə nə yazın? mən 20. 20. Yox, buradan kütləni tapmaq lazımdır. 0,5-i 4-ə vursam neçə eləyir Süleyman? 2. 0,5 dirimiz 0,15-i 4-ə vursam. Dəqiqə 0,6. Aha, 0,6. Üstə gəlsin 0,2-yə 20-yə vursam neçə eləyər? 4. 4. Cəmi də neçə eləyir? 4,6. Yaxşı, tamam da 6 aydın oldu. Bəli. Yaz qeyd edirsən. Dəqiqə. Sonra Sonra 6. 6. 4'ü yazabilirsən Süleyman. Bəli. Necə yazmısan? Mən əvvəlcə orada mənim azotu dəqiq bilirik. Hə. Orada 0,75 mol azot 21 qram eləyir. 25-dən çıxdım mənim 21-i, qaldı 4. Şey. Qaldı 4. Çünki OH 25 qramdır. 0,75 mol azot da düz deyirsən 21 qram eləyir. Niyə 21 qram eləyir? Hardan tapırsan ki 21 qramdır? 0,75-i 28-ə vursan. 28, 0,75-i 2. Bəli. 21, 25-dən 21 çıxanda qalır pay, karbon qazının payı 4. Sonra Süleyman 6. oxu altını. Normal şəraitdə 5 onda litrin kütləsi 11,5 olan qazın hidrogen üzrə sıxlığını hesablayın.
Ben burada yazmışam 5 onda 6'ya 11 onda 5, Aha, 23 onda 4'e 2. aha. Hə, bildim mən 2-yə bölməmişəm axırda. 2'ye Mən bölmemişler. x46 tapmışam. Aha. Mən bir dənə hidrogen sıxlığını hesablamaq qalıb. Bəli, sıxlığın hesablarını yarıya bölürsən, 2'ye olacaq 23. Hə, mən Sonra Süleyman. bir dəqiqə baxım. Mən 12. 12. 12. Aha, oxu. Mənim 0,25 mol CO2 və 0,25 mol NH-dən ibarət qaz qarşılığındakı molekulaların sayını hesablayın. Molekulaların sayını hesablamaq çox rahatdır. Elə molları molekulu. Bax, burada elə 0,25 Na molekul var. Burada da 0,25 Na molekul var. Cəmi neçə Nadır? 0,5. 0,5 Na'da 6,2'ye çevirsək, 3,1 vur 13 20. 20. Evet, olacaq C variantı. Sonra Süleyman. Yazmışam, mən yəqin üstünə baxmamışam. Aha. Sonra qızım. 16. 16. Oxu 16-nı. Hansı maddənin bir molunun həcmi normal şəraitdə 23,4 litrdir? Bu sualı gərək verməzdim sizə. Nəyə görə? Çünki siz hələ bunu keçməmisiniz. Biz bunu 10-cu sinifdə öyrənəcəyik. Süleyman, bu maddələr içərisində bircə qaz var. Bu da bu qazdır. Və digər maddələr qaz halında olmadığına görə onların litri olmur. Amma D variantında olan maddə qaz halında olduğuna görə onun litri var. Ona görə D variantı olacaq. Amma bu sualı keçməmisiniz. Buna minus. Mən. Sonra 22. 22. Baxaq. Aha, oxu. Etilən və dəm qazı qarışığına hansı qazı əlavə etdikdə qarışığın atom molyar kütləsi artar? Bax, etileni Bilmirdim. etileni bilmirdim. Bəli, 10-cu sinif materialında var. C2H4-dür, yazıram bura. Dəm qazı da CO-dur. Gəl indi bunların kütlələrinə baxaq. C2H4-ün kütləsi nə qədərdir Süleyman? 28. 28. Bəs CO-nun? 28 o da. İndi bunların orta kütləsi neçə olar? Yenə orta. Bəli, orta kütləsi yenə 28 olacaq. İndi hansı qazı əlavə eləsən kütlə artar deyir. Neynəməliyik? Bunlardan hansının kütləsi böyükdür? 28-dən böyük qaldı. Bəli. Hansı olar gör? C2H6. Bəli, C2H6. Sonra Süleyman. Mən 23. Aha, bunu özü tap. Mən Azot N2-dir, dəm qazı da CO-dur. Bildim mən. Dəm qazını CO2 yazmışam. O karbon qazı olur o zaman. Demək onda mən NH2 olacaq. NH3 bəli, kütləsi 17 olduğuna görə azaldacaq. Tamamilə doğrudur. Sonra Süleyman. Sonra 25. 25. Aha, oxu Süleyman. X və Y qazlarının maddə miqdarları
bərabərdir. Bu Maddə miqdarı, yəni qatsayıların molları bərabərdir. Aha. həcmləri arasında münasibət necə olar? Mol, Həcmləri mən bərabər bəli, olacaq. mollar, həcmlər, molekullar bərabər olacaq. Bildim mən. 29. 30. 29. Aha. Hə, yazamamağın yenə normaldır. Heç izah eləməsəm də olar, çünki bunu 10-cu sinifdə öyrənəcəksən. Propan C3H8-dir, Süleyman. Buten də C4H8-dir. Deyir, hansı nisbətdə götürək ki, hidrogen atomlarının sayı bərabər olsun? Zaten, Süleyman, bunlara baxanda görürsən ki, nədir bunların? Hidrogenləri bərabərdir. Bərabər. Yəni, birin birə nisbətdə götürsək, elə bərabər olacaq. Bir də deyir, hansı nisbətdə götürək ki, bunların hidrogenlərin sayı bərabər olsun. Elə birin Biri. birə nisbətində. Yaxşı? 30'da da. Hə. Metan CH4-dür. Metin 8. Bəli. Propan da C3H8 deyinə. İndi hansı nisbətdə götürün? Mən deməli 2-in 1-ə. 2-nin 1-ə hidrogenləri bərabərləşsin deyə. Aha. Sonra Süleyman. Sonra başqa yoxdur. O biri bölməni də verməmişdim, hə, Süleyman? Mən xeyr. Deməli, baxaq görək vaxtımız hələ varmı? Hə, hələ var yarım saata yaxın. Və bəzi məsələ tipləri işləyək burdan. Çünki sənin səbəb boş vaxtın var, Süleyman, yoxsa hazırlıqların var? Boş vaxtım var. Boş vaxtın var. O, nədir, Aytənə də deyəcəm, görüm əgər uyğun olsa, bir dəfə də bu dərsin üstünə qalaq. Aytən mənə elə gəlir ki, tam bilmir də bu dərsi. Hətta sənin riyaziyyatın yaxşıdır, daha yaxşı qavradığını düşünürəm. Bir dəfə də üstündə qalaq dərsin, sonra keçək tezcə dövrü qanununa. Dövrü qanununun anlayışın var, Süleyman? Bəli, o bundan rahatdır. Nə? Mənim dövr qanunu bundan rahatdır. Bundan rahatdır. Yəni səni hazırlayan müəllimə həqiqətən əhsən olsun, çox qəşəng baza qoyub. Sən 9-cu materialı da yaxşı bilirsən, yoxsa 7-8-i yaxşı bilirsən, Süleyman? Mən 7-8 əvvəl keçmişəm deyə, yəni Aha. yarım saat yadımdadır. Bəs 9? 9-u mən yaxşı bilirəm. Elementlər kimyası, metalları alınması falan. Bəli. Əla. Amma belə baxıram, bu 7-li materialda da bu hal-hazırda işlədiyin hissə çox da yaxşı cavab verirsən. Süleyman, 20 nömrəli məsələyə fikirləş. Yazmışdın evdə, yoxsa? Mən xeyr. Aha, 20-yə bax.
Ben tapa bilmədim. Gəl bir yerdə baxaq Süleyman. Bu vərəq açın burada. Aha, oxu sualımızı. Sıfırında 8 mol X2 və sıfırındakı mol X2S birləşməsinin kütlələri cəmi 20,2 qramdır. X əhəmiyyətinin nisbi atom kütləsini hesablayın. Hansı sual oxuyursan Süleyman? Mən necə dedim sənə? 20 demədiniz. Aha. Səhv yerə açmışam bəlkə. Sən hansı səhifəni oxuyursan? Mənim kimya formulları üzrə hesablanmalar deyil. Yox, səhifə 26-dakı 20-ni deyirəm. Mən 20 yazmışam. Deyirəm bunu bayaq Süleymanın işlədi axı. Niyə yazamadı görəm? Bir bax görəm. Mən Səhifə 26-da 20. bəli. Sən neçəyə baxırdın? Səhifə deyən 33-də. Aha. Baxarıq ona da. Mən D variantı. Necə həll elədin Süleyman? Mən 0,2, 11,6, 1 x, x bərabərdir 58, 58-də 29-a böləndə 2. Ay sağ ol. Ona görə səndən soruşum ki, işləmisənmi? Dedin yox. Dedim yəqin seçmişəm içindən. Baxmamışıq ona. Aha. Baxırsan burada Süleyman. Gör 34-ü vermişdim sizə. Bəli. 34-ü yazmışdın. Bəli. Necə yazmışdın Süleyman? Deyirəm, söykəm kütlə payı. Orada mən əvvəlcə hamısını topladım. Elədim mənim 88. Mənim CO2 44'dür. 44 bölünsün 88 olsun 100. Cevap onda 50. Ay sağ ol. Bəs 35-də? 35'də də həminki kimi yəni hamısını topladım. Aha. Mən necə? Aha. Mən hamısını topladım 60 alındı. Ay sağ ol. Həmən 30 bölünsün 60 olsun 100 da 50. Ay sağ ol. Sonra buradan baxaq 41-ə. Bir də əvvəl 40-a baxaq, sonra 41-ə. 40-a bax Süleyman. Vermişdim 40-dan 41-ə. Mənim xeyr. Aha, bax. Mən 14'ün 1'ə C. Baxaq. Hidrogen və azot qazları. Hidrogen H2-dir, azot da N2-dir. Hansı həcm nisbəti götürmək lazımdır? Kütlələri bərabər olsun. 3 qram, bu da neçə qramdır? 28 qramdır. Bəli. 14'ün 1'ə C variantı. 41'ə bax Süleyman. 41'də. B variantı. Necə tapdın? D. D variantı. Necə tapdın Süleyman? Mən B variantı yox idi, D D, çaşdım. D, bəli, D. Necə tapdın canı? Mən Y 60'dır. Mən N oldu. X'dəki yox, Y 20'dir, X 60'dır. Aha. Mən ona uyğun yazdım. Bəli, yəni sən 3 dənə 20-nin 60-a bərabərdir də. 3 Y-in X-ə bərabərdir. Elə deyilmi? Bəli. 42-dən 43-ə bax.
Mənim 42 B-dir. 42 B-dir, bəli. Y variantı 43-də. 43-də Y variantı tamamilə doğrudur. Sonra 44-ə bax Süleyman. Mənim B variantı. Hardan aldın B variantını Süleyman? Mənim rho bərabərdir M bölünsün V-dən M tapdım. Aha, Mənim 23.4'dür. 23.4 bu olsun rho. aha. Qazın bir molekulun kütləsi dediyinə görə də NA-ya da biləcəyik. NA-da böləcək. Bəli. 45. İşte de. Mənim 2 molekulun kütləsini deyir. Bayaq biz bir molekulu tapdıq. Mən sadəcə mənim yuxarıya 2-yə vuracaq. Bəli, 2-yə də vuracaqsan. Olacaq 44-18. Bəli, bölünsün NA. Süleyman, sən 44 ilə 45-i nə vaxtsa işləmirsən başqa bir müəllimlə? Xeyr. O zaman sənin götürümün çox yaxşıdır, çünki hər uşaq cavab verə bilmir bu suallara. 46-da nə olacaq? Mənim səvər də 3-ə vuracaq. A Cavab. variantı. Aha. A variantı. Sonra propan plan keçməmsən. 49-a baxaq, fikirləş biraz. Biraz fikirləş, Süleyman bir yerdə yazar. 2. Aha, necə tapdın ki, nə? Mənim bərabər həcməmal işləyir. Mənim 1.5 CH6-dır, 1.5 də X-dir. Birlikdə 3 moldir. O da mənim 3 olsun 22.4. Yəni ikisi də bərabər olmalı olduğundan CH4 deməli 3 moldur. Aha. 16'dır. 3 olsun 16 bərabərdir. 1.5 olsun 30. Üstə gəlsin 1.5x. 1.5x bərabər olur 3-ə, x də bərabər olur 2-yə. Ay, sağ ol. Yəni, həqiqətən şokdayam. Süleyman, elə bilirəm ki, sən yəni bir-iki il müəllim yana qorxulan bir uşaqsan o dərəcədə. Halal olsun. 3 vurulsun 16 tapdın, 48 elədi Süleyman, elə deyilmi? Sonra buradan 1.5-i neçəyə vurdun? 30-a.
1/5 30-a vuran neçə eləyir? 45. 45 Aha. plus 1x. Aha, 48-dən 45-ə çıxdıq. Üç elədi. 2 də 1/5-ə böldün, elədi 2. Afərin sənə Süleyman. Sonra baxaq görək burdan. 50-yə bax Süleyman. Mənim H2A variantı. 1 küçəsi daha azdır. Bəli. Nəyə görə? Mən yəni kütləsi az olanı götürəcəyim. Bəli, çünki normalda 22/4 litrdə fərqi yoxdur. Elə 1-ə də böləndə ən az olan A variantı olacaq. Ən çox olan da 51-də D variantı olacaq. 52-yə də bax Süleyman. On beş eləyir. Baxaq görək. Necə elədin? Cavabı yazmamışam, qeyd eləməmişəm. Bir yerdə hesablayaq təzədən. Hidrogen qazının mol payı. 2,24 litr desəm oldu Süleyman. Mənim 0,2 qram. 0,2 mol elə. Yox, 0,2 molu yox. 22,4 litr 1 moldur. Bu da olacaq 0,1 mol. 0,1 mol. Aha, sən qrama çevirdin, bəli. Mol payını istəyir, mən bildim. Aha. 2,8 qram Mən olur. kütlə payını hesablamışam. Kütlə payını hesablamısan, bəli. 2,8 qramımız da yenə 0,1 mol olar, elə deyilmi? 0,1 bölünsün 0,2 vur 100. Aha, o da olacaq 50%. Elə deyil? Aha. Sonra baxaq görək. Demək olar sənin bu bölmədə problemin yoxdur. Biz 10-cu sinifə başlamağımız üçün biraz məlumatımız olmalıydı. 64-ə bax Süleyman. C variantı. Q1 azalması sırası deyir. Yəni böyükdən kiçiyə. Ən böyük hansı olar? C variantı. Q2, Q1, Q2. Tamamilə doğrudur. 63-ə bax. Mən birim birə B. Necə tapdın? Mənim atomların sayı bərabərdirsə, mol sayı bərabərdir. Amma burada düzdür, Avogadro qanununa görə elədi. Orada həm atom sayı yox, molekul sayıdır. Atomların sayı deyəndə ayaqlarına baxaq Süleyman. Burada nə qədər atom var? 3 atom elə. Bəs burada nə qədər atom var? 6. Mən bunları neyim ki, məsəl üçün hər ikisi üçün eyni olsun, 6 olsun. Neçəyə nisbətdə götürməliyim? C2 2 mol. Aha. C2 Bəli, 2-nin 1-ə. Molları 2-nin 1-ə olmalıdır. Cavab da 2/1 olmalıdır. Çünki sənə molların nisbətini soruşurdu, hə? Bəli. Sonra buradan baxaq. Nəyə baxaq buradan Süleyman?
78'də bax. 73 və 78. Mənim 73-də adı bir də neçə dediniz? 78. 73 bəli. A variantı da 78. Mən 78-də B. Şübhədən bəli, doğrudur. Tamamilə doğrudur Süleyman. Başqa nəyə baxaq məsələn? Buradan baxaq Süleyman 7 nömrəli məsələyə. $250. Neçə 150, 250. Aha. Necə həll elədik? 250. Bir dərdinə Süleyman necə həll elədik? Mən 100'ə 6 tam %2 olsun 10 üstü 23. X'a da 15 tam %5 olsun 10 üstü 23. Bax, bir də bax 100 qramla, 100 qramla. Sənə atomları deyir. Neçə dənə atom var Süleyman? Neçə? Bax, 100 gram 6 tam %2 olsun 10 üstü 23. axı 5 dənə atom var. 5 vur 6-dan %2 vur 10 üstü 23. Atomların sayı, obşi atom. 2 maqneziyumlu, 2 azotlu. 5 dənə atom var. Elə 5 yana. Yəni 5 vur olsun 6 %2 vur 10 üstü 23. Sənə amma verib 1,505 var 10 üstü 24. Gəl belə eləyək də. 1,505-i mən yazım. 15 tam %5 vurulsun 10 üstü 23. Bu da görək necə? 1 tam 2,5 eləməlidir. Bir dənə qoy kalkulyatorla bölüm. Dəqiq olsun. 1 tam yox 15 tam 15 tam %5 bölünsün 6 tam. Hə. Səhifə neçəyə dayanır? 31-ə baxaq görək. Hə, buradaydı. Bax, dedik 100 qramda nə qədər atom var Süleyman? Mən 5. 5 vurulsun 6-dan %2 elə. Bəli. 5 vurulsun 6-dan %2-nin yerinə eləcə 5 mol yaza bilərəmmi? Ya da 5 yana? 5 yana yazın. 5 yana qədər atom var. Bax, bu rəqəm Süleyman 15,05 10 üstü 23 deməkdir. Mənlə razısan? Bəli. Onun özü də neçə mol eləyir? 6-dan %2-yə böləndə neçə eləyər? 2 tam, onda 5. Bəli, 2,5. İndi sənə deyir ki, 2,5 dənə NaC olsun. Atom sayı bu qədər olsun. Bəs onda kütlə neçə qram olar? X də bərabər 50. Ay sal yarısı qədər. Bəli, olacaq 50.
Aydın oldu? Bəli, Aha. Başa düşürsən? bəli. Baxaq burdan. Sən bayaq bir sual demişdin. Dedin onu yazamadım. Bu cür hansıdır? 20-yə də bax Süleyman. Yazamazsan bir yerdə baxaq. Mən 1 tapdım. Necə tapdın? Mən 0.8 x2'ya vurdum. 2'nin eksi 1.6x plus 16'ya vurdum. 13.8 üstə gəlsin. Aha. 0.2 x2'ya vurdum. 0.4x Aha. plus 32 0.2'ya vurdum. 6.4. Hı hı. Gəlsin 6.4 bərabərdir 21.2. Hı hı. Aldı. 2x plus 19.2 bərabərdir 21.2. Hı hı. 2x bərabərdir 2, x bərabərdir 1. Ay sağ ol. Tamamilə doğrudur. Süleyman, sənin Recep müəllimin kimdir? Riyaziyyat müəllimim adı nə idi? Onlayn qoşulursan, yoxsa evə gedirsən? Onlar başlayır. Onlayn qoşulursan. Bəs riyaziyyatdan bu il buraxılışı necə yazdın? Elə də yaxşı yaza bilməmişəm. Amma sənin riyaziyyatın yaxşıdır. Mən Hə. açıqları axır saxlamışdım. Aha. Açıqları axırda başladı. Ona görə bal aşağı gəldi. Balaşa. Amma sənin riyaziyyatın çox yaxşıdır. Bir dənə uşaq var, Tahir, indi o biraz gec qoşulacaq, sentyabrda təhvildədir də. Onun da riyaziyyatı çox qəşəngdir, bax sənin kimi. Düzdür, o da buraxılışı çox da yaxşı deyəsən keçməyib. Amma hesablamağı falan çox. Ona görə də biz bir il qoşulduq o uşaqla. Sənin kimi götürümü yaxşı idi. İndi biraz mən Aytəndən narahatam. Onun biraz riyaziyyat cəhətdən, götürüm cəhətdən biraz zəifliyi var. Görək nə edəcək də. Amma mütləq 4-cü bölmədən sonra, Təbii qanun və rabitədən sonra sınaq edəcəm. Nəticə zəif olsa valideynə bildirəcəm o uşaq üçün də. Elə sən, inanmıram sənin nəticən zəif olar. Rahat hesablayırsan da. Belə Süleyman, sualın var mənə bu bölmədən. İndi məsələn sən 4-cü qrupsan, bəlkə də narahat olarsan ki, müəllim niyə sualların hamısına baxmırıq falan. Amma səni inandırım ki, həll yolunu biləndən sonra limboy sualı sən həll edə bilərsən. Və məsələn mən burdan elə bir sual açaram, sən deyəsən ki, müəllim, axı mən bunu tutam deyirəm, propan falandır da, keçməmişəm. Ona görə deyirəm ki, əsas yollarını bil, Süleyman.
Material bir dəfə 10-11 hamısı qurtarsın. Sonra artıq cüməllə paralel ox-şoxu götürüb işləyərik, yaxşı? Mənim istəyim odur ki, tez bunları qurtaraq əsas 10-11-ə güc salacam. Bizim keçən il uşaqları 10-11 axıra saxladıq. 10-11 onların beynini qırdı da. Əsas suallar oradan düşür. Ona görə də 10-11-ə güc salacam. Bu dövrü qanunu keçək, rabitə dərsi keçək. Rabitəni bilirsiniz, Süleyman azdan çoxdan. Xeyr. Kovalent rabitə, ion rabitə falan. 8 materialına. Mənim yazımdan çıxıb onlar. Aha. Bilirəm yadındadır, amma məlumatın olub da yəqin ki, vaxtında biraz da olsa məlumatın olub. Bəli. Hə, onları 2 dənə bölməmiz qalıb. Qurtaraq keçirik test təcil sürətlə 10-cu sinifə. 10-dan 11 amma belə tələsik keçməyəcəm. Hamı qavrayana qədər, etab özdə yazdıracam. 10-cu sinifin əlindəki kitaba az, 10-cu sinif materialı var, üzvü kimya. Alkanı falan az, görəsən ki, biraz gəlizdir. Çünki onları məktəbdən baza yoxdur, hələ 10-cu sinifə təzə keçirsiniz. Onları səliqəli izah edəcəm. Bunları tez-tez izah elədiyimə fikir vermə. Çünki bilirəm ki, azdan çoxdan məlumatınız var da. Və çalışacağam 10-cu sinifdə testləri ötürmədən işləyək. Məsələn, 1-dən 50-yə qədər verəcəm ki, bir partiya 50 dənə işləyin, sonra 50-dən 100-ə işləyin. Yəni bunları elə belə üstdən səthi keçirəm ki, biraz yadınıza düşsün. 10-cu sinif testlərini işləyəndə sizə bu 4 bölmə lazım olacaq. Aydındır? Ona görə. Bəli. İnşallah görün indi Aytə ilə danışım. Alınsa sabah qoşularıq. Alınmasa da bazar günü öz dərsimiz vardı, onda qoşularıq. Yaxşımı? Bəli. Gecən xeyrə qalsın Süleyman. Sağ olun.